Salam əziz şagirdlər, bugünkü dərsimiz mezolit dövrüdür. Mezolit dövrü eradan əvvəl 12-8-ci minillikləri əhatə etmişdir. Bu dövrün ən böyük nailiyyətlərindən biri ox və kamanın ixtira edilməsi olmuşdur. Ox və kamanın ixtira edilməsi nəticəsində heyvanlar daha uzaq məsafədən ovlamağa başladı, insanların qida ehtiyatları artdı və heyvanların əhilləşdirilməsinə başlanıldı. Bununla da ibtidai maldarlığın əsası qoyuldu. Qeyd edim ki, ilk əhilləşdirilən heyvan it olmuşdur. Bu dövrdə insanlar ilk əkinçilik vərdişlərinə yiyələndilər. Bununla da ibtidai əkinçiliyin əsası qoyuldu. Bütün bunların nəticəsində istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Mezolit dövründə əsas əmək alətləri daşdan, dəvə gözdən və sümükdən hazırlanırdı. Bu dövr həndəsə formalı mikrolit alətlər meydana gəlmişdir. Qeyd edim ki, mikrolit kiçik daş alətlər deməkdir. Mezolit dövründə insanlar biz, ox ucları və harpun düzəltmişdilər. Bu dövrdə axirət dünyasına inam artmışdı. Dəfn zamanı qəbirlərə məişət əşyaları və bütlər qoyulurdu. Mezolit dövrü əsasən Qobustan və Qazaxda damcıl mağarası əsasında öyrənilmişdir.